Nissan Pathfinder 4 motor, V-obrazlı motordur. Bildiyiniz kimi bu motorlar çox dözümlü motordur, amma ümumi qulluqları vaxtında olmaq şərti ilə. Bu maşının ümumi qulluq vaxtını biraz keçib, ona görə bizə yaxınlaşıb bu xidmətləri görürük. Diqqət eləyin, zaslonkası bax belə çirkli vəziyyətdə. Bildiyiniz kimi bunlarda 3 dənə bobin çöldə olur, yoxlamaq olur, amma 3 dənə bobin, farsunkalar da həmçinin kollektorun altında olur. Biz kollektoru sökmüşük ki, bu xidməti icra eləyək. Sveçalar görürsünüz, bax 3 dənəsi rahat sökülür deyənə, nə vaxtsa maşında pirboyluq falan olub, dəyişiblər, amma bu birisi 3 dənə fərqlidir. Bax görün, kollektorun altında olan hissədə bu sveçalar vəbşi bərbad vəziyyətdədir, ağızları yox vəziyyətindədir. Sveçalar dəyişdiriləcək, mütləq şəkildə orijinal istifadə olunacaq. Farsunkalar da həmçinin yaxşı vəziyyətdə deyil, yuyulub təmizlənəcək, sannikləri orijinalla əvəz olunacaq. Çünki bunlara universal sannik qoymaq məsləhət deyil, niyə görə? Dediyim kimi, kollektorun altında olduğuna görə hava çəkəndə farsunkaları falan sökmək asan məsələ deyil. Adicə bir şlanq, sapın şlanqı gördüyünüz kimi. Kleyin hələ də uzları qalıb burada. Nə vaxtsa çartdaq olub, kley vurublar. Bu da dəyişiləcək, müəyyən xırdapara işlər var. Onlar da dəyişdiriləcək. Yekunda inşallah ideal vəziyyətdə maşını təhvili verəcəyik. 3 ədəd orijinal babinə keçən müştəri sifariş eləmişik. Sifarişimiz gəlib. Orijinal sveçalardan istifadə olunur. Arasındakı fərqə özünüz baxın, diqqət eləyin. Mütləq şəkildə orijinal sveça qoyulmalıdır. Çünki firma sveçası qoyanda maşında pirboyluq da itmir, korobkada vırmalar olur. Uc hissəsi, bax bu gördüyünüz uc hissəsi əriyir düşür klapanın başına, fəsadları böyük olur. Ona görə mütləq şəkildə sveçaları orijinal qoymaq hamımıza tövsiyə olunur. Farsunkanın sannikləri də orijinal gəlib. Bayaq göstərdiyim sapın şlanqı da dəyişib. Bax belə yumşaq, orijinal şlanqla əvəz eləyirik. İşin keyfiyyətini görmək istəyirsinizsə, gördüyünüz işin ideal olmasını istəyirsinizsə, mütləq şəkildə orijinal məhsullardan istifadə olunmalıdır. Niyə 3 ədəd babin müştüyü istifadə olunur? Çünki sökülə bilən babinlərin müştüyünü dəyişiblər, amma kollektorun altında olan babinlərin müştüyləri köhnə qalmışdı. Biz də bunu yenisi ilə əvəzləyib, üzərinə bağlayacağıq, işin yekununda da çəkib paylaşacağım. Maşın inşallah ideal vəziyyətdə müştəriyə təhvil veriləcək. Əsasən Nissan və Infiniti modellərində zaslonka yuyulandan sonra adaptasiyanın pozulması halları baş verir. Bunu ən çox ustalar bilir, çünki bu problem ustaların daha çox başına gəlir. Amma bu ümumi qulluqdan sonra, zaslonka yuyulandan sonra gördüyünüz kimi adaptasiya eləmişik. Abrotun birdən aşağıda olması bunun göstəricisidir. Adaptasiya pozulanda abrot birdən yuxarıda, hətta 2000-ə, 3000-ə qədər qalxma halları olur. Bu gördüyünüz də ki, ayrı-bakın xətasıdır. Səbəbi də rulun lentasının xarab olmasıdır. Rulun lentası dəyişilməlidir ki, bu xəta buradan silinsin. Əgər bu xəta işığı sürətlər panelində yanlı qalarsa, ayrı-bak sisteminin deaktiv olmasına gətirib çıxardır.